Etibarnamə ilə aldığı avtomobilin üzərində həbs olduğu üçün cərimə meydançasına qoyulub. Avtomobili çıxarmaq üçün getdikdə isə məlum olub ki, əvvəlki sahibi onu aparıb. İndi nə maşını ala bilir, nə də pulunu. Hadisə paytaxtın Xəzər rayonunda yaşayan Vüqar Fərzəliyevin başına gəlib. O iddia edir ki, sosial şəbəkə elanında gördüyü 2007-ci il buraxılışlı Hyundai markalı avtomobili 13 min manata alıb. Baş etibarnamə ilə avtomobilə sahibləndikdən sonra isə mobil telefonuna məhkəmə qərarı ilə həmin nəqliyyat vasitəsinə həbs qoyulması ilə bağlı bildiriş gəlib. İndi onun nə avtomobili var, nə də ödədiyi pul geri qaytarılır. Aldım maşını. Maşını 2 ay idi alırdım belə şeylərim dedim bu gün sabah teksimə aformit eləyərəm. Elə oldu ki, maşının üstünə həbs gəldi. Həbs qərarı buralarda sürüdüm. Bunu zəng elədim, maraqlanıb. Asiman birinci Yəsinin getdi adına çıxdı, Kənanın adına. Yəni avtomobil Kənanın adına. Satan şəxsin yox, Kənan adlı şəxsin adına olur. Ayşə onun adına olub, onlar dost olublar öz aralarında. Elə bir gecə danışdım, qayıtdı ki, bəs mənim nə bilim 14 min nə qədər borcum var, mən bəs ödəyə bilmirəm, özə həbsdə qoyula bilməsəm. O maşını elə bir sən onu sürə də bilərsən. Dedim, mən araşdırmışam, bəs bunu yəni cərimə var da üstünə, mən bunu aformit eləyə bilmirəm öz adıma. Bundan sonra avtomobilin mülkiyyətçisi Kənan Cavadov Vüqar Fərzəliyevə nəqliyyat vasitəsini yol polisinə aparmağı məsləhət görüb. Vüqar Fərzəliyev iddia edir ki, Kənanın cərimələrini ödədikdən sonra avtomobili Yasamal rayonundakı cərimə meydançasından çıxarmağa gedib. Orada isə maşını tapa bilməyib. Gəldim maşını iştirafına ödəyim götürüm, gördüm maşın yoxdur. Ora-bura düşdüm oraya, dedim onda kameraları açmaq. Dedim sənədlərə bax, sənədləri açdı belə araşdırdım, sənədimi gördüm. Fərzəliyev Vüqar. Sənətimi şeyləm, qayıtdı bura gəlməyib. 102 yıldım patandarda. Getdim ora, qayıtdı ki, bəs gəlib bura, Kənan deyib ki, bəs maşını vermişəm ona kreditlə, 2 aydır kreditimi ödəmir. Faktiki maşını mən nağd pul almışım. Kreditimi ödəmir. Bəs ona görə maşını almışam əlindən. Maşını indi bilməm, məndən sonra satılıb bir başqa adama. Bundan sonra Vüqar Fərzəliyev məhkəməyə müraciət edib. Avtomobili mülkiyyətçisi Kənan Cavadov məhkəmə iclasına qatılmadığından qərar ləğv olunub. Düz bir ildir Vüqara nə avtomobili qaytarılır, nə də ona dəyən ziyan ödənilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Xəzər xəbərə bildirdi ki, Vüqar Fərzəliyev şikayəti üzrə polis orqanına dəvət edilib. Araşdırmalarla məsələnin mülki xarakterli olması müəyyən edildiyindən yenidən məhkəməyə müraciət edilməsi ona tövsiyə olunub.